لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Və həmçinin böyük günahlardan digəri də şeyx deyir ki, o şəhadətü zur, yalandan şahidlik etmək, böhtan. Şəhadətü zur da həmçinin Quran və sünnədə şirklə yanaşı zikr olunmuşdur. Quran-ı Kərimdə Allah Subhanahu taala deyir ki: "Feştenibu rijse minel awthani və iştenibu qavlez-zur." Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin. Sünnədə gələn yeri isə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Əla unabbiukum bi ekberil kəbair." Mən sizə böyük günahlar içərisində ən böyüyündən xəbər verimmi? Deyirlər ki, əlbəttə ya Allah Rəsulü, xəbər ver. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əvvəl bu zikri, hədisi zikr etmişdik müəyyən bir hissəsini. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Əl-işraku billah və huququl valideyn və cələsə və kana muttəkiən və qala əla qavlez-zur." Deyir ki, Allaha şərik qoşmaq, sonra valideynlərin üzərinə ağ olmaq. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni uzanmışdı. Yəni dirsəyini yerə qoyaraq uzanmışdı. Və qalxaraq dedi ki, ələ və qavlez-zur, yalandan şahidlik etmək. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu dəfələrlə təkrar edir. Hətta sahabelər deyir ki, keşke Peyğəmbər sallallahu əleyhi və səlləm susardı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm olan şəfqətindən idi sahabələrin ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni təkrar deyirdi ki, yalandan şahidlik etməkdən çəkinin. Həqiqətən yalandan şahidlik etmək çox əzəmətli bir cərimədir, çox əzəmətli bir cinayətdir. Çünki yalandan şahidlik etməklə nə qədər haqlar zay olub, nə qədər insanların malı batil yerinə yeyilib, haqqı olmadığı halda insanların malını yeyiblər. Bəzi hallarda görürsən ki, heç günahda əli olmayan, günahla suçlanmayan bir kimsələrin canları alınıb bu məsələlərdə. Və həmçinin yalandan şahidlik edən kimsə bir çox tərəfdən zalim olmuş olur. Yəni bir çox tərəfdən. Misal üçün onlardan biri yalan baxımından yalan danışır. Yalandan şahidlik edən kimsə yalan danışır. Çünki onun şahidliyi yalan və böhtan üzərində qurulmuşdur. Bu bir tərəfdən özü-özünə zülmdür. Və həmçinin kimin üçün şahidlik edirsə, kimin qarşısında durub onun əleyhinə şahidlik edirsə, onun üçün bir zülmdür. Çünki həmin insan yalandan şahidlik etməklə qarşısında haqqı olan, həmin şeyə haqqı olan kimsənin haqqını əlindən almış olur. Yəni yalandan şahid duraraq, məsəl üçün Əhmədin haqqı buydusa, bu Məmmədin tərəfinə şahidlik edərək Əhmədin götürəcəyi haqqı onun əlindən almış olur. Əlbəttə bu da Əhmədə olan bir zülmdür. Və həmçinin Məhəmmədə şahidlik edirdisə, öz qavmı tanışdı, onun üçün şahidlik edirdisə, ona da zülm etmiş olur. Nə üçün? Çünki onun haqqı olmayan bir haqqı ona verməklə. Və həmçinin mallara, burada malı mülkü zayi etmək baxımından burada zülm vardır. Necə ki Allah Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurmuşdur ki: "İnne dima'akum və amwalakum və aradakum aleykum haramun." Həqiqətən sizin qanınız, qanlarınız, mallarınız, yəni namuslarınız bir-birinizə haramdır. Amma bu yalandan şahidlik etməklə artıq bu malların, haqqı olmayan malların, bir kimsənin həmin mallara haqqı olmadığı halda onlara verilməsinə səbəb olmuşdur. Və həmçinin yalandan şahidlik etmək, bayaq zikr etdiyimiz kimi bir neçə tərəfdən zülmdür və çox əzəmətli bir günahdır. Və Allah Subhanahu taala bu cür kimsələri öz kitabında yəni şiddətli əzabla hədələmişdir. Həmçinin sünnədə də bunların akibətinin çox təhlükəli olması barəsində hədislər zikr olunmuşdur.